dostlar, salam aleykum. İnşallah dünya müsəlmanları yaşayacaq. Hər şey yaxşı olacaq. Bu bir imtihandır. İslam dünyası bu günləri keçir. Azad Fələstin, azad Sudan, azad Afganistan, azad İrak, azad Suriye, azad Liviya, azad hər yer inşallah olacaq. Bilirsiniz, belə siz baxsaz tarixlə, ümumiyyətlə də bu müharibələri izləsəz, müsəlmanlar heç kimə bir problem yaratmır. Sırf gəlib müsəlman dövlətlərini dağıdırlar, sırf müsəlmanlara nəsə problem yaşatdırırlar. Sonra da adımızı qoyurlar ki, müsəlman belədir, müsəlman belədir. Mənim şəxsən fikrim belədir. Mənim dinimə hörmət eləməyənə mən də hörmət eləmirəm. Bax, bu mənim şəxsən fikrimdir. Və mən yenə deyirəm, bu günləri Kitayski müsəlman çoxalıb. Özünə müsəlman deyənlər. Amma ki, baxırsan, Quran ayəsini ona oxuyursan, belə yəni qəbul eləmir. Onu demək istəyirəm ki, müsəlman hər zaman müsəlmana dəstəkdir. Duaları ilə ən azı. Və inşallah hər şey yaxşı olacaq. Amin.